Sizə immunitetinizi gücləndirəcək ən yaxşı vasitə təbii bal təklif edirik. Uzun illərdə arıçılıqla məşğul olan arıçı Şahin 1001 dərdin dərmanı olan balı evinizə gətirir. 3 kiloqram bal alana 1 kiloqram hədiyyə. İlqar Yaşaroğlu YouTube kanalında hər birinizi bir daha salamlayıram. Xoş gördük dəyərli izləyicilər. Bugün axır ki, separatçı erməni ordusunun Qarabağdan çıxarılması ilə bağlı sizə xəbər çatdıracağam. Paşinyan bunu ilə bağlı təcili iclas çağırdı. Lakin iclasın nəticələri hər kəsdən gizli saxlanılır. Ancaq biz sizə onların gizli saxladıqlarını deyəcəyik. Amerika Birləşmiş Ştatları yenə ermənilər tərəfə keçdi. İki konqresmen Bakıya qadağa tələb elədi. Azərbaycan Qarabağda antiterror əməliyyatı keçirəcək. Bunun başqa yolu qalmayıb. Videonu sona qədər və diqqətlə izləyin. İzləyin ki, olub bitənlərdən siz də agah olun. Dəyərli izləyicilər, hər dəfə qeyd edirəm. Reallıq budur ki, erməni dığaları kanalımızdan xəbərdardır və kanalımızı hər gün şikayət edirlər. Bu kimi videoların davamı üçün və bizlərə dəstək üçün kanalımıza abunə olun və videonu maksimum şəkildə bəyənin. İndi isə keçək videonun təfərrüatlarına. Nə qədər ki, Qarabağda erməni silahlı qrupları fəaliyyət göstərir, bu regionda təhlükəsizlik haqqında danışmağın həqiqətən mənası yoxdur. Politolog İlqar Vəlizadənin sözlərinə görə hər şeydən öncə bu terrorçular Qarabağda öz mövqeylərini gücləndirməyin zəruriliyi barədə açıqlama verirlər. Aydındır ki, erməni cinayətkar birləşmələrin bu cür bəyanatları regiona konstruktivlik, sülh və əmin-amanlıq gətirməyəcək. Bu səbəbdən bu hərbi qrupların ləğvi ilə bağlı bir razılığın əldə olunması lazımdır. Əgər ermənilərin öz aralarında daxili razılıq əldə olunmasa, onları 10 noyabr tarixində imzalanmış atəşkəs haqqında üçtərəfli bəyannaməyə əsaslanaraq güc yolu ilə məcbur eləmək lazımdır. Ona görə də bu silahlı qruplaşmalar bölgədəki təhlükəsizliyə yeni təhdidlər yaradarsa, Qarabağda daha bir antiterror əməliyyatına ehtiyac duyulacağı istisna edilmir. Politolog Zaur Məmmədov isə deyir ki, artıq özyeriyən zenit raket kompleksləri və zenit raket kompleksindən ibarət sistemlər Ermənistanın Gorus şəhərinə sülhməramların müşayiəti ilə aparılır. Yəni Ermənistan ordusu ərazilərimizdən çıxarılır. İddiaya görə Paşinyan Müdafiə naziri Vaqarşaq Arutunyan, Xankəndindəki separatçıların başçısı Arayik Arutunyanla separatçı ordunun buraxılmasını razılaşdırıb. Bu məsələ ilə bağlı Ermənistan baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını da keçirib. Serj Sarkisyanın kürəkəni Minasyansa gizlinləri açdı. Deyir ki, Qarabağda erməni ordusu dağıdılacaq və onun əvəzində formal milis, qvardiya yaradılacaq. Ermənistandan olan çağırışçılar düzdür, orada xidmət eləməyəcəklər. Ordunun say tərkibi azalacaq, amma tam kiçik də olmayacaq. Yayılan məlumatlarda Qarabağdakı silahlı dəstələrin ləğvi ilə bərabər Ermənistanın daha bir neçə güzəştə gedəcəyi bildirilib. Moskvada Arayik Arutunyana daha ağır şərtlər səsləndirilib. Bu şərtlərlə artıq Nikol Paşinyan da məcburi razılaşıb. Şərtə görə əvvəla Qarabağdakı müntəzəm Ermənistan ordusu tam dağıdılır və yalnız bundan sonra İlham Əliyev dekabrda ələ keçirilən terrorçuları geri qaytarır. Daha sonra Qarabağa 40 min, o cümlədən Xankəndiyə 12 min Azərbaycanlı yerləşdirilir. Bununla belə erməni əhalinin Şuşaya, Hadruta geri dönməsi haqqında heç nə deyilməyib. O da bildirilib ki, məmurlar Dağlıq Qarabağa Bakıdan rəsmi icazə aldıqdan sonra gedə bilərlər. Məncə, monitoring mərkəzinin fəaliyyətə başlaması ilə türk hərbçilər bir xeyli məsələlərin həllinə yardımcı olacaqlar. Açığını desək, bu günə qədər görünən odur ki, Rusiya tərəfi Türkiyənin burada yerləşməsindən çox da məmnun deyil. Sadəcə Rusiya bu reallıqlarla razılaşmaq məcburiyyətində qaldı. Üstəlik, Rusiya mümkün qədər türk hərbçilərinin regiona gəlişini uzatmağa çalışdı və buna qismən də nail ola bildi. Müqavilənin imzalanmasından 2 aya yaxın vaxt keçir. 10 noyabrdan hesablayandasa bunun üzərindən az qala 3 ay vaxt keçib. Bu müddət ərzində Rusiya bölgədə yerləşdi, oraya razılaşmada nəzərdə tutulan saydan daha çox hərbçi gətirdi, o cümlədən razılaşmada nəzərdə tutulan hərbi texnika və xüsusi vasitələrdən daha çox hərbi texnika cəlb etdi. Burada Rusiyanın humanitar reaksiya mərkəzi yaradıldı, Rusiya Fövqəladə Hallar Nazirliyinin bölmələri açıldı. Rəsmi açıqlamalarına görə artıq 52 mindən çox erməni də Ermənistandan Dağlıq Qarabağa gətirilib.
Hələ biz bilmirik ki, bunların hamısı əvvəl Qarabağda yaşayan ermənilərdir, yoxsa içərilərində Ermənistanda yaşayan və ya xaricdən gələn muzlular da var. Bizdə bu haqda məlumat yoxdur. Çünki Rusiyanın təkidi və maneçiliyi səbəbindən hələ də Laçında sərhəd keçid məntəqəmizi qura bilməmişik. Yəni, Laçın dəhlizinə nəzarət edə bilmirik. Odur ki, problemlər hələ də qalır. Bəli, bu məsələlər asan və rəvan şəkildə həll edilməyəcək. Sözsüz ki, türk hərbçilərinin qarşısında kifayət qədər ciddi məsələlər var və bu məsələlərin həllinə nail olmaq lazımdır. Ən azı aşağı-yuxarı 25 minlik Ermənistan ordusunu münaqişə bölgəsindən çıxarmaq lazımdır. Niyə Azərbaycan ərazisi olan bölgədə bizim insanımız və dövlətə məxsus avtomobillər hərəkət edə bilməsin? Güya bu oradakı hansısa 3-5 erməninin tələbi və istəyi ilə yerinə yetirilir. Mən hesab edirəm ki, bunun da arxasında Rusiyanın maraqları durur və həmin ermənilər əslində ruslar tərəfindən yönləndirilir. Amerika Birləşmiş Ştatları Nümayəndələr Palatasının erməni yönlü konqresmenləri Şpeyer və Şif Birləşmiş Ştatlar Prezidenti Joseph Bidenə müraciət ediblər. Onlar Bidendən Qarabağla bağlı Amerikanın səssizliyi pozmasını və Azərbaycana hərbi yardımı dayandırmasını istəyiblər. Konqresmenlər 2-ci Qarabağ savaşı dövründə Amerika Birləşmiş Ştatlarının savaşın dayandırılması ilə bağlı əsas rolunu digərlərinə güzəştə getdiyini bildiriblər. Qeyd ediblər ki, Amerika Birləşmiş Ştatları ATƏT-in Minsk qrupunda aktivləşməli, Azərbaycandakı erməni əsirlərin azadlığını və Qarabağdakı bütün xristiyan abidələrinin qorunmasını Bakıdan tələb eləməlidir. Konqresmenlər həmçinin 2019-cu ildə erməni soyqırımı ilə bağlı qətnamənin Nümayəndələr Palatasında böyük çoxluğuna qəbul edildiyini xatırladaraq Türkiyəni cəzalandırmaq, eləcə də insan haqlarını dəstəkləmək üçün erməni soyqırımının tanınmalı olduğunu bildiriblər. Qeyd eləyək ki, Şpeyer və Şif hər ikisi Amerika Birləşmiş Ştatlarındakı erməni lobbisinin ən aktiv üzvləridir. Onlar dəfələrlə Birləşmiş Ştatlar Konqresində Azərbaycanın əleyhinə müxtəlif qanun layihələri ilə çıxış ediblər. Çox təəssüf ki, çoxları erməni yalanına həqiqətən inanır, hətta bu yalanın köləsinə çevrilənlər də var. Ermənilər dünyaya Azərbaycanı barbar kimi tanıdırlar. Bu belə deyil, biz vandal deyilik. Bakının ortasında 2 erməni kilsəsi var. Biz onları dağıtmamışıq. Onlar isə bizim məscidlərdə daşı üstündə qoymayıblar, torpaqları eroziyaya uğradıblar, yaşadıkları binaları dağıdıblar, Qarabağı külli xarabazara çeviriblər. Bu qədər ağ yalan, iftira, xəyanət dolu xalqı dünya niyə müdafiə edir? Onların nə marağı var ki, belə eləyirlər? Dünyanın başı o qədər xarab olub ki, bir boşqab yala hürürlər. Əgər yala hürürlərsə, gəlsinlər, biz ermənilərdən də yaxşı halal yal verək. Onlar həşəratdırlar, insanlıq üçün yaranan faciədirlər, murdar, iyrənc tullantılardır. Xalq artisti Şeyx Əbdül Mahmudbəyov belə deyib. Videonu sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm, dəyərli izləyicilər. Bu cür videoların davamı üçün kanalımıza abunə olmağı unutmayın.